Müslüman. Orada qeyd edirəm, onlar sual verdilər qardaşlar. Bəli, söhbət gedir müsəlmanlardan, söhbət bidət əhlindən bir kitab oxuyur, Umeyni, Qarabağ əhlindən. Deməli, orada qeyd elədim, bizdə əhlüsünnə və cəmaədə budur ki, böyük günah sahiblərini təkfir eləmirik, hətta halal görməyince. Burada qeyd olunur. O deyir ki, onda hansı günahdan biz danışsaq, böyük günahlardan, gərək qeyd edirik ki, bizdə müsəlmanlarda belədir, bizdə müsəlmanlarda belədir. Bu nədir? Sadəcə orada şeytan istifadə edir, xavaric. Sonra gətirir orada cahillik üzr məsələsi, hansı ki bizim aramızda xavariclərlə müsaad. Xavariclər bir şeydir qardaşlar, cürbəcürdür, təkfirçilər. Onların ən böyük bizim aramızda problem cahillik üzr məsələsidir. Onlar cahillik üzr məsələsində, deməli, cahillik üzr məsələsində onlar deyirlər cahillik üzr deyil. Məsələn, indi qeyd edirlər ki, böyük şirkdə və s. Amma belə baxanda onlar heç böyük şirk yox. Hətta böyük günah sahiblərində də görürsən ki, təkfir edirlər. Məsələn, hakimiyyə. Hakimiyyə böyük günahdır. Böyük günah sahibidir. Hakimiyyə məsələsi. Əl-hukm bi qeyri mə ənzəlallah. Onlar bu məsələdə cahillik üzr görmürlər, təkfir edirlər. Lakin gəlib burada Maviyə deyir ki, o Mavi böyük günah sahibidir. Özü də deyir ki, müsəlmandır, kafirdir, özaldır. Sadəcə oynayırlar sözlərlə. Kimsə bu əməl və ya zina və ya riba və ya Allahın hökmünə hökm yox, başqa hökm və ya məsələn oğurluq və ya rüşvət, almaq, vermək, bunlar hamısı böyük günahlardır. Hamısı kəbairdir. Bunları eləyən biz təkfir eləmirik, hətta halal görməyəcək. Və sonra bu məsələdə biz xavariclərlə fərqlənirik. Əsas fərqlərdən biri budur. Və həmçinin Adam deyir, mən sələfiyəm, oturur xavariclərlə. Belə sələfi ola. Bilmək lazım təkfir şəri hökmdür. Şəri hökm odur ki, Allah və Rəsulü kimi kafir görüb, odur kafir. Yəni sən özündən gəlib, o mənası odur ki, şəri hökm nədir? Yəni şəri qaydaların, şəriyyətin qayda qanunla götürülür kafir. Yəni sən gəlib özündən təzə bir dənə təkfir eləyə bilməzsən, küfür çıxardıb. Təkfir ağır məsələdir. Yəni bunu o balaca cıtdanlar, xavariclər başa düşmürlər. Lakin başa düşmürlər, səfihdirlər. Çünki bu fikrə girən səfih olur. Çünki Peyğəmbər sallallahu səfihləşir, bağlanır, heç də daha başa düşmür. Nə gəlir, dan gedir ondan. Təkfirçilərlə də bizim söhbət mənhəc söhbəti idi. Biz mənhəc söhbəti indidən başlamışıq ki, o vaxtı sadəcə məhz onlardan danışırdıq, çünki əsas o idi. Durub başqa şeydən danışmaq da düzgün deyil daxil. Əsasən. Təkfirçilərlə də bizim aramızda dedik ki, siz etdiyiniz təkfir, yanaşma, mənhəc bizim əhl-i-sünnə və cəmaə mənhəci deyil. İndi vəziyyət necədir? Məsələn, biri təkfir edir, deyirlər sələfidir. Problem yoxdur orada. Namaz qılmayana görə heç vaxtda heç kimə təkfirçi deməyib. Heç kim. Cahillik üzr görməyən. Ona da heç kim deməyib qardaş. Namazı saxlayaq. Olsun cahilliyin üzr olması. Cahilliyin üzr olması məsələ fiqhidir. Məsələ fiqhi məsələlərdən biridir. Məsələdə iki görüş var. Fiqhi məsələdə belə eşitmişsinizdə iki görüş var, üç görüş var. Görüşlərdir də. Bu da insan böyük şirk edərsə müsəlman, ona bilməməzliyi üzürlü olur yoxsa yox? Üzürlü olmursa dərhal kafir olur. Bilmir, bunu bilməmək olmaz. Sən bilməliydin bunu. Aydındır, burada cahillik keçmir. Yoxsa cahilliyi, bilməməzliyi keçərlidir ona. Bilmirsən ki, sən üzürlüsən, sən kafir olmursan. Böyük şirkdə. Bu əhl-i-sünnədə iki görüş var. Bir qrup alimlər deyiblər ki, üzürlü deyil böyük şirkdə. İki görüşün olmasını da biz təsdiq edirik bunu. Həqiqətdə, yəni siz bunu yadda saxlayın. Var, həqiqətdə necədir söhbət, var, bizdə necədir söhbət. Həqiqətdə biz iki görüşün olmağını saxlayırıq, əldə etmirik. Məsələn, filan kəs çağırır, ya filan kəs, ya Mursi, ya filan. Bu böyük şirkdir də. Yəni ölənləri çağırma böyük şirkdir axı. Deyir, bunun təkfiri barəsində iki görüş var, deyir. Olunur. İki görüş var. İki görüşün olduğunu biz bir şey demirik. Bir görüş odur ki, üzürü deyil. Və bu görüş şazdır. Zəif görüşdür, yəni. Cümhur alimlər deyiblər ki, üzürlüdür, yəni.
Cümhur alimlər. Yəni nusus açıq-aydın şəkildə dəlalət edir ki, insan bilməməzlik ucbatından böyük şirkə düşürsə, o üzürlü olur. Buna kitab sünnə dəlalət edir. Məsələlər var. Zahirlik orada üzüm sayılmır. Bax belə. Məsələ budur. Hər bir halda qardaşım biz deyirik ki, bu şübhəni atanlar, bu sözü deyənlər təkfirçilərdən təsirlənənlərdir. Yəni kim kafirdir, kimə kafir demək olar, olmaz. Allah və Rəsulunun haqqıdır. Allah deyə bilərsən kafirsən yoxsa yox. O bilir yəni. Dəqiq olaraq o bilir kim kafirdir, 100%. Deməli Allah deyə bilər və Rəsulu. Allah və Rəsulu, yəni təkfir, bildiyin nə deməkdir təkfir yox, təkfir Allah və Rəsulun haqqıdır. Birdən sən deyərsən, olmaz kafir, Allah yanında kafir olmaz. Allaha iftira atmış olursan yoxsa yox. Yalandan demiş olursan Allaha, bəli qardaşım. Sən kafir deyirsən, kafir deyil. Allah müsəlman deyir buna, sən kafir deyirsən, Allaha iftira atmış, çünki kafir onun haqqıdır. Hardan bilmişik ki, Əbu Ləhəb kafirdir? Allah deyib. Firon kafirdir, Allah deyib. Təkfir Allah və Rəsulun haqqıdır. Aydındır? Yəni bu iki dənə problemə görə təkfirə getmək heç vaxtı. Yəni can atma, yəni o mənada yəni. O mənada başa düşülməsin ki, bunlar bizə deyirlər, belə də deyirlər murciyələr. Təkfir etmirlər. Biz təkfir edirik. Kimi ki Allah və Rəsulu təkfir edib. Qaydasından, nizamından, dabitindən. Biz təkfir etmirik. Necə gəldi? İki şeydən qorxaraq. Aydındır qardaşım, bax budur. Yəni yoxsa belə başa düşülməsin ki, bunlar təkfir etmirlər. Şeyx deyir ki, əhl-i sünnə cahilliyin üzr məsələsində ixtilaf ediblər. Böyük şirkdə, yəni ibadəti Allahdan başqasına çevirmək məsələsində cahilliyin üzr olub-olmaması ilə görə ixtilaf ediblər. Necə ki, bunu əhl-i sünnə imamları deyir, təqrir ediblər. Necə ki, İbn Baz rahimehullah Teysirül Əziz Həmid kitabına təliqində ikinci cild 49-cu səhifədə deyir ki, hansı ki ona Şeyx Fawzanın təqdimatı ilə olan kitabdır. Deyir ki, "Ləv qalə qail, ya fulan, ya fulan." Bir insan desə ki, ey filan kəsə, filan dua edərsə. Fəqad tənaza'al ulema fi təkfirihi ala qawlihin. Bunun hökmündə alimlər iki görüşə deyir, ixtilaf ediblər. İki görüşə ixtilaf ediblər. İbn Baz rahimehullah burada iki tərəfin də sahiblərin ikisinin də alim olduğunu deyirmi? Deyir. Birdən kimsə sənə desə ki, bəs İbn Baz rahimehullahın çoxlu sözləri var ki, cahillik üzr deyil. Deyirik ki, bəli, onun başqa sözləri də var ki, cahillik üzrdür. Bu sözü də var, bu sözü də var. Lakin onun həyatında son tərcih etdiyi görüş ki, daha racih olan görüş mənə görə deyir, cahillik üzr deyil deyir. O onun şəxsi görüşüdür. Biz şeyxin şəxsi ixtiyarından, şəxsi rəyindən danışmırıq. İbn Baz rahimehullah hansı rəyi seçib ondan danışmırıq. Biz nədən danışırıq? İbn Baz rahimehullahın cəhaləti üzr görməsə də belə məsələnin mötəbər ixtilaf olduğunu deməsindən danışırıq deyir. Cəhalətin üzr məsələsi, cəhalətin üzr olmaması məsələsində olan ixtilaf fiqhi məsələlərdə olan ixtilaf növündəndir. Onun kimi bir şeydir. Əgər məsələdə ixtilaf varsa, kiminsə haqqı yoxdur ki, qarşı tərəfə ittiham etsin. Əgər məsələdə alimlərin, mötəbər alimlər cəhaləti üzr görübsə, sən hansı haqla cəhaləti üzr görənə murciə deyirsən? Hansı haqla? Və yaxud cəhmi deyirsən? Hansı haqla? Bu haqqı sənə kim verir? Siz mücərrəd məsələn insan o rəyi götürsə, niyə görə biz deyik ki, biz alimlərin rəyini deyirik, siz alimlərə təkvirçi, xavaric deyə bilmirsiniz, lakin bizə deyirsiniz. Bunların məşhur şübhələrindəndir. Biz alimlərin, xeyr, alimlərin sözünü demirsiniz. Alimlər harada dayanacağını bilir. Siz isə harada dayanacağınızı bilmirsiniz. Alimlər bu məsələnin mötəbər xilaf olduğunu, ixtilaf olduğunu qəbul edir, bunun əsasında danışır. Siz isə bunun mötəbər xilaf olduğunu qəbul etmirsiniz. Lakin bildiyimiz bir şeyi deməkdən də çəkinmirik. Bu ixtilafın kökü təxminən son 2 əsrə dayanır. İslam tarixində 12 əsr ərzində cəhalətin üzr olması məsələsində ixtilaf olmayıb.
Nəcd alimlərindən qabağa qədər heç kəs deməyib ki, cəhalət üzr deyil. Kimsə bunu iddia edirsə gətirsin. Şirkin təhlükəsi nədir? Şirk qoşan kəs isə əbədi olaraq cəhənnəm odunda qalacaqdır. Əzəmətli günah nədir? Allaha Cəllə və Əla şirk qoşmaqdır. O böyük şirk nədir? Böyük şirk ibadətin hər hansı bir növünü uca Allahdan başqasına yönəltməkdir. Şirkin qismləri nələrdir? Böyük şirk, kiçik şirk, əhsənsiz. Bizim üzərimizdə olan ən əzəmətli vacib nədir? Tövhid. Bu, uca Allahı layiq olduğu haqlarda və xüsusiyyətlərdə təkləşdirməkdir. Bu sualı verən deyir: Müsəlman, cahillik üzündən şirkdən olan bir əməli, məsələn, qurban kəsmək və ya təvəssül etmək kimi edərsə, ona üzr olarmı? İşlər iki qismə bölünür. Bir qismi vardır ki, onlarda cahillik üzürlü olar. Digər qismi vardır ki, onlarda cahillik üzürlü olmaz. Əgər bir insan müsəlmanlar arasında yaşadığı halda Allaha şərik qoşur və Allahdan başqasına ibadət edirsə, o üzürlü olmaz. Çünki o səhlənkarlıq etmiş, soruşmamış, həqiqəti araşdırmamış və dinini öyrənməyə çalışmamışdır. Buna görə də üzürlü hesab olunmaz. Allahdan başqasına, istər ölülərə, istər ağaclara, istər daşlara, istərsə də bütlərə ibadət edən, bu müsəlmanlar arasında məlumdur. Çünki bu, dinin əsli və dinin əsasıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm anası üçün bağışlanma diləmək məqsədi ilə Rəbbindən icazə istədikdə, halbuki anası cahiliyə dövründə vəfat etmişdi, ona bu icazə verilmədi. O, cahiliyyət dövründə öldü. Peyğəmbər buyurdu: Şübhəsiz ki, mənim atam da, sənin atan da cəhənnəmdədir. Çünki o, Allaha şərik qoşaraq və ondan başqasına ibadət edərək ölmüşdür. Bəs elə isə müsəlmanların arasında yaşayanların halı necə olacaq? Bədəviyə ibadət edən, Hüseynə ibadət edən, Şeyx Əbdülqadir Geylaniyə ibadət edən, yaxud Peyğəmbər Məhəmmədə sallallahu aleyhi və alihi və səlləm ibadət edən, İbn Abbasa ibadət edən, Ömərə, Əliyə, Həsənə və ya Hüseynə, rafizlərin etdiyi kimi ibadət edən, yaxud buna bənzər əməllər edən kəslər. Bunlar üzürlü olmazlar. Çünki böyük şirk etmişlər. Dünyada onların hökmü kafirlərin hökmü kimidir. Ahirətdə isə onların işi Allaha aiddir. Beləliklə, əsl olan cahillik üzürdürmü? Yoxsa üzür deyilmi? Üzür deyil. Cahillik üzür deyil. Xeyr. Cahillik nə təqdirə layiqdir, nə də tərifə layiq. Cahillik pislənilir. Bizim dinimiz elm dinidir. Uca Allaha cahilliklə ibadət edilməz. Uca Allaha ibadət elmlə edilir. Beləliklə, əsl budur ki, cahillik üzür deyildir və bəyənilməz. Əksinə, kafirlərin dini məhz cahiliyyədir. Kafirlərin dini cahiliyyə dinidir. Səndən qəbul olunması və doğru sayılması yalnız onun mənasını bilməklə mümkün olan Lə iləhə illallahın birinci şərti cahilliyi ardan qaldıran elmdir. Elə isə cahillik necə üzürlü ola bilər? Bu, üzür deyildir. Cahillik yalnız gizli qalan, xəfi məsələlərdə üzr ola bilər. Çünki bizdə məsələlər iki qismə bölünür. Aşkar və gizli. Xəfi, aşkar və açıq aydın olanlar, Quranın gətirdiyi və Peyğəmbərin sallallahu aleyhi və səlləm sünnəsinin gətirdiyi və bəyan etdiyi açıq məsələlərdə bu üzür yoxdur. Bunda hansı üzrdən danışmaq olar? Heç vaxt üzür yoxdur. Yəni bir şəxsin yanına gəlirsən, deyirsən, Əntərə haqqında nə bilirsən? Deyir, o cəsur idi. Soruşursan, bəs Hatim Əttayı haqqında nə bilirsən? Deyir, o səxavətli idi. Maşallah olsun. Əntərənin cəsur olduğunu bilir. Hatimin səxavətli olduğunu bilir, amma Allahın tək olduğunu bilmir. Allahın ibadətə yeganə haqq sahibi olduğunu bilmir. Allahdan başqası üçün qurban kəsməyin şirk olduğunu bilmir. Allahdan başqasından kömək diləməyin şirk olduğunu bilmir. Yəni onlar dünyəvi işlərin ən incə detallarını, dövlət başçılarını, malların qiymətlərini, paytaxtların adlarını bilirlər. Amma Allah Teala'nın Quranda vacib etdiyi fərzləri bilmirlər. Bu cahilliyinə görə üzr varmı? Xeyr, bu üzr olmaz. Hansı ki Allah Teala'nın tövhidi tam aşkar bir məsələdir. Rəsulların və onların sonuncusu Məhəmmədin sallallahu aleyhi və səlləm gətirdiyi bu açıq-aşkar məsələlər Allahın kitabında ilk surədən etibarən açıq-aydın bəyan edilmişdi. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Bu tövhiddir. Burada heç bir üzür yoxdur. Bir sual verən deyir: Lə iləhə illallah deyən. Lakin Əlini, Həsəni və Hüseyni çağırıb onlardan kömək istəyən kəs müsəlman olur, yoxsa müşrik? Müşrik. Çünki o Lə iləhə illallahı pozmuşdur. Lə iləhə illallah deyil. Ey Əli, ey Hüseyn, ey Əbdülqadir, ey filan kəs deyə çağırır. Bu, Lə iləhə illallahı pozmuşdur və ona fayda verməz. Çünki o şirklə onu, yəni bu kəlməni pozmuşdur. Bəli,
Cahillik dinin əslinə daxil olmaz. Bu, ümumi bir məsələdir. Və burada açıq-aşkar məsələlərlə gizli, xəfi məsələlər arasında fərqləndirmə mövcuddur. Bu mövzuda elm əhlinin sözlərindən nəqillər və dəlillər vardır ki, onlar bu iki qism məsələni bir tutmamışlar. Cahillik üzür məsələsi alimlər və sələf arasında ixtilafı olmuşdurmu yoxsa yox? Bu mənim bilmədiyim bir şeydir. Bunu müasir murciələr gətiriblər. Cahillik üzürdür. Cahillik üzürdür. Hər şey cahillik ilə üzürlü sayırlar. Yəni, bizdə nə Quran var, bizdə nə sünnə var, bizdə nə də başqa bir şey var. Hamısı cahillikdir. Bu cahillik nə vaxta qədər davam edəcək? Bəli. Onlar Allahın və Rəsulunun təkfir etdiyini təkfir edən kimsəyə təkfirçi deyirlər. Bu, müasir dövrün bidətçi mürcilərinin dediyi kimidir. Əslində, təkfirçi deyə bir anlayış yoxdur. Bu, onların özlərindən ortaya atdıqları bir ifadədir. Bunu ortaya atanlar məhz mürcilərdir. Allahın və onun Rəsulunun təkfir etdiyi kəsi biz də təkfir edirik. Bu, dindir. Allahın və onun Rəsulunun təkfir etmədiyi kəsi isə biz də təkfir etmirik. Mürcilər isə Allahın və Rəsulunun təkfir etdiyini təkfir edənlərə təkfirçilər deyirlər və onların təkfirçi düşüncələrə sahib olduqlarını deyirlər. Bu ifadələri müasirlər ortaya çıxarmışlar. Bu, əhl-i sünnəyə, yəni əsər əhlinə dil uzadan bidət əhlinin əlamətlərindəndir. Necə ki, Əbu Hatim Rahiməhullah gözəl bir söz demişdi. Bidət sahibi dəlillə qarşı dəlillə mübarizə apara bilmədikdə, yalnız bunda söyüş söyər və təhqiramiz ləqəblərlə təhqir etməyə əl atır. Bəli, əhl-i sünnə kitaba və sünnəyə tutunan, ümmətin sələfinin tutduğu mənhəc və sələfin əqidəsi üzərində olan kəslərdir. Sual, onları sələfi adlandırırlar. Bunda heç bir problem yoxdur. Sələfilik, əhl-i hədis, əhl-i əsər, bunların belə adlandırılmasında heç bir problem yoxdur. Bunlar bir-birinə yaxın və sinonim adlardır. Lakin burada məqsəd bugün bəzi qruplarda mövcud olan firqəçilik və tərəfkeşlik deyil. Bəziləri mürcə etiqadı üzərində olduqları halda özlərini sələfi adlandırırlar. Halbuki onlar mürcə və bidət əhlidir. Sələfi, bu odur ki, etiqadın bütün sahələrində sələfin əqidəsinə sarılan kimsədir. Bu sələfidir. Amma bugün mövcud olan bəziləri, onlar mürcədirlər. Deyirlər ki, əməl imanın yalnız kamilliyidir. Əməli tərk edən müsəlmandır. Tövhidi tərk edən müsəlmandır. Allahı söyən də müsəlmandır. Və belə olduqda İslamdan nə qalır? Sonra da deyirlər ki, o sələfilikdir. O sələfilik deyil, bu sələfidir. Bu səfehlikdir. Sonra da deyirlər ki, onlar sələfidirlər. Halbuki bu sələfilik deyil. Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Bu səfehlikdir. Sələfilik deyil. Deyir ki, Allahdan başqasına ibadət edən də müsəlmandır. Allaha sığınırıq. Elə isə Peyğəmbərlər və Rəsullar nə üçün göndərildi?